Səcdə edən adam müəlliminə deyir: "Müəllim, bu dünyada ölümünü bilmək, görmək olarmı?" Müəllim deyir: "Hə, olar. Allahın istədiyi və ölən bir insan bunu öncədən görə bilər." Və səcdə edən adam deyir: "Müəllim, bəs bu necə ola bilir ki? O ölümünü necə görür ki? O insan yaxşıdırsa, ölümünü rahat görəcək, gözəl görəcək. Əgər yaxşı deyilsə, sadəcə pislik edən adamdırsa, ölümünü çox qorxunc şəkildə görəcək. Çünki o heç kimə yaxşılıq etməyib, sadəcə pislik edib. Heç kimə mərhəmət göstərməyib. Sadəcə mərhəmətsizlik və zülmkarlıq edib. Ona gələn mələk heç gözəl olmaz. Çünki onun etdiyi əməllər o mələyi heç sevindirməz və mələk ona çox qorxunc görünər. Amma yaxşılıq edibsə, pislik etməyibsə, zülmkarlıq etməyibsə, hər canlıya qarşı yaxşılıq göstəribsə, heç kimə qarşı zülmkarlıq göstərməyibsə, o yaxşılıqlara görə Allah da məmnun olar və mələk də ona çox gözəl görünər. Mələkdən qorxmaz. Ona görə də yaxşılıq edən hər zaman qalib gələr və o hər zaman rahat olar. Çünki bilər ki, Allah yanındadır. Sondakı yaxşılıqlar işə yaramaz. İnsan nə etsə də sondakı yaxşılıqlar yaxşılıq sayılmaz. Çünki insan başdan yaxşılıq etsə, o başdan etdiyi yaxşılıqlar sonuna qədər etsə, o yaxşılıq sayılar. Yoxsa ölüm vaxtında yaxşılıq etsə, o heç bir yaxşılıq sayılmaz. Ona heç bir fayda verməz. Səbab dəftərinə heç bir səbab olaraq o yaxşılıqlar sayılmaz. Çünki yaxşılığı öncədən edən, axıra qədər edən əsl yaxşılıq etmişdir. Axırıncı yaxşılıq sayılmaz. Çünki o sonda öləcək ya da qoca olduğunu bildiyi üçün də yaxşılıq edir ki, səbabı olsun. Amma səbəb dəftərinə heç bir şey yazılmaz. Çünki bu sonuncu yaxşılığıdır. Bəlkə bu yaxşılıqdan sonra ölə bilər deyə fikirləşir. Ona görə də yaxşılıq edir. Yoxsa o yaxşılıq heç vaxt etməz. Bilsə ki, 100 il ömrü var, heç bir zaman yaxşılıq etməz. Və deyər ki, axırıncı ildə mən yaxşılıq edərəm, səbabım olar. Səbab dəftərimə çoxlu səbəblər yazılar. Amma Allah o səbəbləri yazır ki, sadəcə o insan ürəkdən gələn kömək etsin. Allahın rızası üçün kömək etsin. Heç bir qarşılıq gözləməsin. Kömək etdiyi insandan qarşılıq gözləməsin. Sadəcə desin ki, mən bu köməyi sənə Allah rızası üçün edirəm. İçində desin, ya da o insanın yanında desin. Sadəcə onsuz da bu sözü desə, onsuz da Allah görür ki, o nə üçün kömək edir? Allahın rızası üçünmü, yoxsa dünyada istədiklərini əldə etmək üçünmü? İnsanları alçatmaq üçünmü, yoxsa sadəcə Allahın rızası üçünmü? Allahın rızası üçün etsə, Allah onsuz da onun fikirləşdiyini, niyyətini bilir. Yaxşılıq etmək üçünmü edir, yoxsa insanları alçatmaq üçünmü bunu edir? Allah görür ki, bu insanlar sadəcə Allah rızası üçün kömək edir və o qula hər zaman kömək edir. Müəllimin öyrəncisi deyir: "Müəllim, bizim bəs pis bildiyimiz bir şey, yaxşı bir şey, yaxşı bildiyimiz bir şey, pis bir şey çıxsa, günah onda bizdə olur, yoxsa onu edəndə?" Müəllim deyir: "Günah sizdə olmur, onu edəndə olur. Əgər sizə kimsə gəlib desə ki, mənlə gedək bir qardaşımıza pul verək, səbab işdir desə inanmayın ona. Çünki ola bilər ki, o insan sizi aldatmaq istəyib. O insana pulu verəcək, hə, amma sonra deyəcək ki, mənim pulumu uğurlayıbdı, mənim pulumu qaytarsın tez olsun və o insanın üzərinə şər ata bilər. Sonra da sizin də üzərinizə şər atılacaq. Ona görə ki, ikiniz aparıb pulu qoymusunuz. Amma sənin burada bir günahın yoxdur. Çünki o adam səni aldadıb ki, bu qardaşımıza kömək edək. Yaxşılıq edək, savab edək. Amma sən bunu bilmirdin ki, o insan onu şərləmək istəyir. Sadəcə pulu tək versəydi, onda çətinlik olardı. Çünki adam özünü qurtarmaq üçün səni oda atacaqdı. Amma sən bundan xəbərdar olmayacaqdın. Və adama deyəcəksin ki, niyə yalan danışırsan? Axı mən sənə sadəcə demişdim ki, mənə bir qardaşımıza kömək etmək üçün gəl gedək bu pulu ora qoyaq. Sən nə qədər desən də sənə heç kim inanmaz və sən çətinlikdə qalacaqsan. Amma sadəcə Allah görür, Allah inanacaq. Çünki deyəcək ki, həqiqətən bu qulum yaxşılıq etmək istəyib, pislik çıxıb.
Ona görə də Allah cəzalandırmayacaq. Allah səni əfv edəcək. İndi yaxşı bildiyimiz bir şey pis şey eləyib çıxa bilər. Müəllimin şagirdləri deyir: "Necə müəllim? Bir adamın yolda öz pul qabısını itirdiyini görsəniz, onu verməyə tələsməyin. Çünki bu da çox pis şey ola bilər. Yaxşı bir şey çıxmaz." Və müəllimin şagirdləri deyir: "Müəllim, bəs niyə? Çünki o adama yaxşılıq edirik axı. Bunda pislik nə var ki? O yazıq adamın pulunu veririk." Müəllim deyir: "O adam istər təzə paltar geyinsin, istər köhnə paltar, amma fərq etmir. Sadəcə ola bilər ki, insan sizə tələyə salmaq istəsin." Müəllimin şagirdləri deyir: "Necə müəllim, bizi necə tələyə salacaq ki?" "Müəllim, bayaq danışdığınız hekayə ilə anladıq ki, bizi belə bir tələyə sala bilərlər. Amma bunda nə cür tələyə sala bilərlər ki?" Müəllim deyir: "Oğlum, yoldan keçən bir adam istər təzə paltarlı olsun, istər köhnə, cibindən ya da hansısa bir əşyasını itirdiyini görsəniz, ona verməyin. Çünki o tələ qurmuş ola bilər. Mən demirəm, hər yoldan keçən tələ qurubdur, onun əşyasını verməyin. Sadəcə biraz fikirləşin, görün ki, adam əşyasının düşdüyündən xəbəri varmı, xəbəri yoxmu və əşya nədir? Fərqi ola bilər, pul qabı ya da başqa bir əşya, fərq etmir. O sadəcə tələyə salmaq istərsə, istədiyi əşyanı tullayar. Fərqi yoxdur, pul qabı yoxsa hansısa bir əşya. O əşyanı götürüb ona vermək istəyəndə, alın, əşyanızı itirdiniz və o əşyanı götürüb deyəcək ki, əşya qırılıb, pulunu verməlisən. Sən isə deyəcəksən ki, əşya belə idi, mən nə qarım? Və o adam qəbul etməyəcək, sən mənim əşyamı qırmısan. Ya da pul qabısını götürüb vermisənsə deyəcək ki, içində mənim çox pulum var idi. Burada içində heç pulum yoxdur. Sən mənim pulumu oğurlamısan. O da bu yolda sənin üzərinə şər atacaq və sən heç bir sübutun olmayacaq ki, mən həqiqətən pul qabını belə tapmışam. Adam da deyəcək ki, ay cəmaət, bura baxın, pul qabımı itirmişdim. Pulumu oğurlayıbdı və sən də məcbur ya o pulu tapmalısan, ya o pulu verməlisən. İkisindən birini etməlisən, çarən yoxdur. Səni üzərinə artıq o şəhərə atıbdır. Amma Allah görər ki, sən həqiqətən ona kömək etmək istəmirsən və pulu ona vermək istəmirsən. Sənin heç bir günahın yoxdur. Allah səni bağışlayar. O insanı isə cəzalandırar. Çünki insanların yaxşılığından özünə pul qazandırmaq istəyirdi və insanların yaxşılığını etməyə mane olurdu. Bunu etməklə kömək edən insana başqa insanlara kömək etməyinə mane olacaqdır. Çünki o insan başqa insanlara da pul qabısı ya da hansısa bir əşyası düşəndə inanmayacaq. Deyəcək ki, bu da Allahdır, bu da məni şərləmək istəyir. Heç bir zaman deməyəcək. Ondan sonra da onu oğru götürüb, oğurlayandan sonra da pulu ya da əşyası itan insan deyəcək: "Mən pulum yoxdur, o hara yoxa çıxıb, itib." Amma əgər o insan o insana yalan danışmasaydı və həqiqətən desəydi ki, bu pul qabında sağ ol, mənim pul qabımdır, içində də pul yox idi desəydi, onda o kömək edən insanın ürəyi qırılmazdı və kimsə yenə bir əşyasını itirəndə o deyərdi ki, əşyanızı itirmisiniz ya da əşyasını verərdi itirən insana və bununla insanlar güvənini itirməzdi. İnsanlara daha qarşı güvənən olardı. Amma bu insan ona pislik etdiyinə, amma insan yaxşılıq onu bildiyinə, kömək etdiyinə görə də deyərdi ki, bunlar mənə yalan danışır. Məncə bu pul qabısını itirməyib. Yenə məni yalandan şər atacaqlar. Mən heç kimə pislik etmək istəmirəm. Heç kim də mənə pislik etməsin. Ona görə də o heç nə etməz və yolda kimsə əşyasını ya da pul qabısını itirsə, onu elə bilər ki, yenə onu tora salmaq istəyirlər. Ona görə də o adama heç nə deməz və öz yolu ilə gedər. O adam da axırı görər ki, pul qabısı ya da hansısa bir əşyası itibdir. Bunu biləndə artıq gec olacaq. Əgər pul qabını oğru tapıbsa, artıq o insan heç bir zaman pulunu tapa bilməyəcək. Bəlkə pul qabısını tapar, amma onda oğru başqa bir yerdə olacaq və oğrunu heç vaxt tapa bilməyəcək. Əgər o insan yaxşılıq etsəydi o insana, yalandan deməsəydi ki, mənim pul qabının içində pul yoxdur, onda o insan da o insana kömək edəcəkdi. Çünki adam deyəcəkdir ki, mən hamıya kömək edim. Bu mənə daha çox səvab və xeyir gətirər.
Adam da ürəyi qırılmaz və həmişə sevinər, hamıya kömək edən olar. Yəni deyirəm ki, oğlum, nə edirsənizsə düşünüb edin. Düşünüb etsəniz daha yaxşı olar. Düşünməyib etsəniz qəlbiniz qırılar və siz digər insanlara qarşı fikirləşərsiniz ki, bu mənə tələ qurur. Ona görə də nə edirsəniz edin, 2 kərə, 3 kərə düşünün. Bu insan həqiqətən pul qabısını ya da hansısa bir əşyasını itiribmi? Abunə olun, Alimdə Qadın. Hər kəsə təşəkkürlər.